ki, bir kişi davamlı öz şeyxinin yanında olur ve ondan elm alırdı. Sonra ise onun yanına getmədi. Buna görə də şeyx insanlardan onun xəstə olub olmadığını soruşdu və onun yaxşı olduğu deyildi. Evinə gedib ondan yoxluğunun səbəbini soruşdu. O dedi, cənnətə çatmaq üçün sənin yanına tez-tez gedib gəlirdim və artıq ora çatmışam. Şeyx soruşdu, ora necə çatdın? Tələbə dedi, axşam düşəndə bir mələk yanıma gəldi və məni cənnətə apardı və mən gecəni orada keçirtdim. Səhər düşəndə isə qayıdıram. Tələbə dedi, axşam düşəndə bir mələk yanıma gəlir və məni cənnətə aparır və mən gecəni orada keçirirəm. Səhər düşəndə isə qayıdıram. Şeyx dedi, onda səninlə gedəcəyəm. Mələk onların yanına gələndə tələbə ona dedi, bu şeyx də mənimlə birlikdə gedəcək. Beləliklə tələbə və şeyx cənnətə getdilər. Ağacları, çayları və quşları seyr etdikləri bir yerdə oturdular və qayıtmaq vaxtı gələnə qədər orada söhbət etdilər. Sübh açılmamış mələk onların yanına gəlib dedi, geri qayıdaq. Şeyx dedi, xeyr, geri qayıtmayacaq. Artıq cənnətə çatmışam. Sənin kimi hər gecə gerimi qayıdım. Cənnətdə oturacağam. Mələk qəzəbləndi. Bir şey deyə bilmədi və getdi. Sübh açılanda özlərini Bağdadın zibil